İzləyicilərimizdən bizə verilən ən çox suallardan biri də biz sübhə necə duraq sualıdır. Siz də sübhə durmaqda çətinlik çəkirsinizsə diqqətlə qulaq asın. Sübhə durmağın ilk yolu dəstəmazlı yatmaqdır. Yatarkən Nas, Fələq, İxlas, Kafirun surələrini oxumaqdır. Növbəti isə yatmamışdan öncə yemək yeməməkdir. Çünki yemək yeyərək insan daha çox ağırlaşır. Hayda, saat 11-nə pis acımışam mən. Yoxa indi isəm səhər dura bilmərəm namaza. Yatım ən yaxşısı. Və tez yatmaqdır. Bəzi insanlar 2-də yatırlar, saat 4-də isə durmaq istəyirlər. Bu qeyri-mümkündür. Gözəl müzakirələr oldu. Oyda saat gecliyim, mən gedim yavaş-yavaş. Namaza dura bilməyəcəm. Allah. Gecəniz xeyrə qalsın. Digəri isə zəngli saatımızı bir qədər uzağa qoymaqdır ki, onun səsinə eşidib, ayağa durub onu söndürmək istəyək. Çünki ayağa duranda artıq ayılmış olacaq. Əks təqdirdə isə sadəcə olaraq onu söndürüb və təzədən yuxuya gedəcəyik. Və sonda isə əsas bu məsələlərə diqqət eləməlisiniz. Əgər siz desəz ki, zəngli saatımı söndürüm, 5 dəqiqə daha yatım, sonra duraram, artıq sübh gedəcək qəzaya. Digər bir məsələ isə gündəlik namazlarımızı vaxtı-vaxtında qılmalıyıq ki, sübhədə dura bilək. Və ən axırıncı məsələ isə Allahdan sübhə durmaq üçün çoxlu dua və istək istəməliyik.